Notanın arxivindən Sərdar Əlibəyli. İntihar etməlilər çəpik çalanda. Bizim nəyi və necə deməyimiz də heç nəyi dəyişməyəcək. Hələlik dəyişən tək bircə şey var ki, o da çəpik çalanların, insanlara yuxarıdan aşağı baxaraq xalqı tapdalamaq iddiasında olanların sayının artım dinamikasında hiss olunur. İndilik isə çəpik çalanların, çırtma vuranların əllərinə, xalqı tapdayanların ayaqlarına, tapdananların isə canlarına sağlıq diləməkdən başqa çarəmiz yox. Ancaq onu da heç kim unutmamalıdır ki, Sovetlərin sonu iki şeydən gəldi. Bir, böyük yalanları böyük həqiqətlər kimi cəmiyyətə sırmaqdan, bir də hər gələn rəhbərə çəpik çalıb, qabağına süpürgü olmaqdan, gedənin arxasına təpik atıb, dalına vedrə olmaqdan. Bu çəpik çalmanın da, çırtma vurmanın da, təpik atmanın da bir gün sonu gələcək, mütləq gələcək. Ancaq bizə qalan isə ağır miraslar, bir də hər şeyi sıfırdan başlamaq olacaq ki, buna da kimin ömrü yetə, kimin ömrü yetməyə. Hər halda Allah hamıya öz istədiyini, hər kəsə öz arzuladığını versin. Biz sözdə müstəqil ölkə qura bilsək də, nə azad insan ola, nə də azad cəmiyyət yarada bildik. İnsanı azad olmayan, ola bilməyən müstəqil ölkə olmur. Olmaz və o ölkədə cəmiyyət ya çəpik çalmağa, ya çırtma vurmağa, ya təpik atmağa, ya da tapdaqda qalmağa məcburdur, məhkumdur. Eynən bizdə olduğu kimi. Pase, Nota qəzeti, 19-25 iyul 2009-cu il.